Hər kəsə salam. Bu gün sizi biraz fərqli, mənim üçün isə çox doğma və nostaljik bir səyahətə aparıram. Belə ki, şənbə günü işdən çıxandan sonra anam və bacımla birlikdə qərara gəldik ki, Lənkəranın Biləsər kəndinə gedək. Günün yorğunluğu, bir qədər də kəndə getmək fikri o qədər xoş idi ki, sanki bütün yorğunluğumuz bu yolda qoyub getdik. Təxminən gecə saat 8-9 üçün kəndə çatdıq. Xalamın qızları, uşaqlar, nəvələri, hamımız bir yerə yığışdıq. Biraz oturduq, söhbət etdik. Kəndin o sakitliyi, ailənin bir yerdə olması insanın tamam başqa bir hiss yaşadır. Amma gecənin planı bununla bitmədi. Təxminən saat 12 olardı. Qızlar qərara gəldilər ki, yiyələncək qurmaq lazımdır. Nəhayət gecəmizi də belə macəralarla tamamladıqdan sonra səhər açıldı. Səhər yeməyini yedikdən sonra düşündük ki, bu gözəl havadan istifadə edib çaya, şəlaləyə gedək. Uşaqlar həyətdə biraz oynadılar, əyləndilər və bu arada gecə birlikdə qurduğumuz yelləncəkdə oğlum da xalası ilə vaxt keçirdi. Xalası onu biraz əyləndirdi, oynatdı. Yəni də görürsüz ki, oğlumun gözlərinə sevinc oxunur. Uşaqlar üçün belə yerlər tamam başqa aləmdir. Nəhayət hazırlıqlarımızı elədikdən sonra yavaş-yavaş yola çıxdıq. Amma uşaqlar, sizə bir söz deyim, biz çaya gedənə qədər dərə təpə düz getdik. Bütün eksperimentləri yaşadıq. Yolun özü ayrıca bir macera idi. Çaya gedən yolda balaca şəlalər, axarsular var idi. Hər tərəfdə o qədər gözəl idi ki, adam bilmirdi mənzərəyə baxsın, yoxsa yola getsin. Bir tərəfdən də nə yalan deyim, ayağımı hara atacağımı bilmirdim və təbii ki, mən öz payımı aldım. Bir yerdə suyun içindən keçəndə elə bildim ki, üstümüzə it gəlir və öz tarazlığımı itirdim, suya düşdüm. Təbii ki, balaca oğlum da üstümə yıxıldı. Nəticədə ayağım biraz əzildi. Biraz yox, əməlli ayağım əzildi və bir ay ayağımın ağrısından hərəkət eləyə bilmədim. Nəhayət şəlaləyə gəldik, çatdıq. Biraz gəzdik, şəkillər çəkdirdik, mənzərəyə baxdıq. Dağ, dərə, suyun səsi, təmiz hava. Bəzi insana həqiqətən dincəlmək üçün çox şeyə ehtiyac olmur. Sadəcə belə bir yerə gəlib, biraz dayanmaq kifayət edir. Bir müddət sonra evə qayıtdıq. Biraz istirahət elədikdən sonra növbəti dayanacağımız olan Lənkəranın Anqırlı kəndi oldu. Oraya da maşınla getdik. Əvvəlcə anamın anasının, yəni nənəmin köhnə evi var. Mənim uşaqlığımın böyük bir hissəsi demək olar ki, bu kəndə bağlıdır. 9-cu sinifə qədər burada oxumuşam. Divarlarına baxanda uşaqlığım yadıma düşür. Həyatda keçirdiyim günlər, kənd həyatı, ailə ilə bağlı xatirələr. Bəzən bir məkan insan üçün illər keçsə də heç vaxt adi bir yerə çevrilmir. Bir müddət burada gəzdikdən sonra da öz evimizə getdik. Bəli, mənim evim məhz bu kənddədir. Bizim evin mənzərəsi Lənkərana, Xəzər dənizinə tərəf baxır. Xüsusilə də gecələr burada tamam başqa bir gözəllik olur. Ay çıxanda onun işığı Xəzər dənizinin üzərinə düşür. Suda əksi görünür. Uzaqdan şəhərin işıqları da çox gözəldir. Bir müddət burada qaldıq. Köhnə xatirələri yada saldıqdan sonra yola düşdük. Ayaqla Lənkəranın Rövə kəndinə doğru yollandıq. Orada həm xalamın, həm də dayımın evi var. Mənim üçün bu səfərdə belə keçdi. Biraz macəra, biraz yorğunluq, biraz yara, çoxlu gülüş və ən əsası uşağıma qayıtdım. Bizi bu səfərdə izlədiyiniz üçün çox sağ olun.